Birinci sualı. Hansı ifadə karbona aid deyil? Aha. Atomun xarici təbəqəsində 4 elektron var. Bu Karbon. doğrudur müəllimə. Bax, mənə deyirəm karbonun sıra nömrəsi neçə idi? Karbonun sıra nömrəsi C'nin proton sayı falan neçə olurdu Zeynəb? Karbonun proton sayı nə qədər olurdu? C 6. 6. Aha. Bunu atsam 6-nı 1s2. Bunları bilmirsən hə? Sən gec qoşulubsan niyə? 2s2. 2p neçə olar? 2p2. Elə? Bəli. Və Zeynəb, həqiqətən də xarici təbəqəsində 4 dənə elektronu var. Yəni birinci fikir nədir? Doğrudur. Sonra Boş oksidin formu RO2-dir. karbon neçənci qrup elementidir? Karbon 4-cü qrup elementidir. Dördüncü qrup elementi olduqda eğer üstünə 4 yazıram, oksigenin yanında nəticə diqqətlə qulaq asaq zəhmət olmasa, o bir sualı sən oxuyarsan. Oksigen ekvivalentlidir. Bu çarpaz düşürdü və ixtisar edirdi. Nə qalırdı? RO2 Bəli, doğrudur demək mənim. doğrudur. Aha. Üçüncü hidrogenlə birləşmə əmələ gətirmir. Onu hardan bilirik? Bax, karbonun yaratdığı hidrogenli birləşmə nə idi? CH4. Və qazdır bu, metan qazıdır. Yəni əmələ gətirmir deyə səhvdir, gətirir. CH4 gətirib də. O bir variantlar da var. Təbiətdə sərbəst və birləşmə halındadır. Bu da doğrudur. Altı şəkil Bəli, dəşmələri var. bu Bu da da doğrudur. doğrudur. 4 Aha, dənə altı şəkil dəşməsi var idi. bəli, tamamilə doğru izah. Növbəti sualı oxu. Tamam. Dinləyicisi oxu dördüncü. O ikinci sualı. Hə, Nailə qoşulur. Aha, Mənim ikinci sualda da deyir ki, almaz üçün hansı ifadə doğru deyil? aha. A variantında qrafitdən almaq olur. Qrafitdən almaq olurdu, almaz məncə. Bəli, almaq olar müəyyən şəraitdə. A düzdür, B bərk maddədir, bu da düzdür. Aha, C kristal qəfəs atom tiplidir, bu da düz idi. aha. Kristal quruşu tetraodrik Tetraid, tetraodrikdir. tetraidir. Hə, kitabda var idi da. Bəli. Bu da var idi. Cavab Y variantı. Hansı hibrit halında olurdu? SPÜ, A, SPT tamam. ve SP3. 3, bəli, SP3 olur. Demək, 2-də doğru olmayan Y variantıdır. Nailə, sən 3 və 4-ü oxu, suallar asandır. Bəli, mən birincidir ki, hansı mineraldan karandaşın hazırlanmasında istifadə edilir? Qrafit D variantı. Aha, Hansı mineraldan şüşənin kəsilməsində və bərk suxurulan qazılmasında istifadə edilir? Bərk suxurulan qazılmasında almaz. almaz. Tamamilə doğru. Hansı mineral bir dəqiqə açdım mən. Hansı mineral təbiətdə nadir halda rast gəlinir? Almaza. Hı -hı. Kifayət eləyər Ən bərk mənim. mineral Tamam, onu da oxu. Oxu, oxu. Asan hissəyə. almaz. Hə. Buradan sualı olan var. Təzədən izah eləməyə ehtiyac var Zeynəb. Bax, qrafiti bilirsiniz ki, karandaş idi. Şüşənin kəsilməsində, bərk suxulan qazılmasında yenə almaz. Ən bərk təbiətdə nadir halda rast gəlinən də yenə nə olur? Almaz. Hamısı cavablar almaz getdi. 7-ni, 8-i, 9-u Zeynəb oxu. Zeynəb. Hay Allah. Zeynəb. Zeynəb, səs açmadığın üçün Nərgisə keçirəm. Nərgis, sən oxu. Yaxşı, mən oxuyuram. Hansı sual dediniz? 7, 8, 9. 7-8. Almazın tərkibində hansı element daxildir? B variantı karbon. Qrafitin Aha, tərkibində hansı element daxildir? Orada da C. aha. Bir də qazların və həll olmuş maddələrin, bərk maddələrin səthi tərkibində udulması hadisəsi necə adlanır? Mən absorpsiya idi.
Bəli, udulma hadisəsi adsorpsiya. Nanisalın yoxdur? Nanisalın Bəli. yoxdur. Aha. 10-cu, ay hara getdi bu? Salam, Nəqli Əzəz. salam Gülay. Qeyd edirdim dərsi 5 dəqiqə keçib, amma heç olmaz. 10-cu sualı da Nərgiz oxu qalmasın burada. Yaxşı müəllim. 10-cu sualda da hansı maddə adi şəraitdə qazları udma qabiliyyətinə malikdir? Müəllim, o almazdır. Almaz deyil, karbonun, yəni kömürün bir növüdür də ağac kömürü. 10Y variantı, ağac kömürü. Adsorpsiya edə bilir axı kömür. Yaxşı? Yadıma gəldi. Aha. Zeynəb bizi hələ də eşitmirəm. Eşidirəm müəllimə. Eşidirsən. Sən, aha, onda sən oxu 26-27-ni. Bayaq səslədim, səsin gəlmədi deyə Nərgiz oxutdurdum. 26-27-ni oxu Zeynəb. Hansı element təbiət həm səviyyəsində birləşmə halında tapılır? Həm səviyyəsində birləşmə halında karbon tapılır, oksigen, Azot, kükürt və mis. Jones su deyirik də, Jones su. bəli. Aha, sonra Atom kristal qəfəsi bəsit maddə əmələ gətirir. və hidrogenlə üstü birləşmə əmələ gətirir. Söhbət hansı elementdən gedir? Karbondan. Karbondan. variantı. Bəli, D variantı. 27-ci sual sənindir. Karbon üzərində H3 qatı Nə olar alınır. hidrogen? Karbon H3 qatı gələndə CO2, NO2, su. Aha, söhbət deməli CO2-dən gedirmiş. Bura bir yazaq. CO2. Aha. Havada ağır, rəngsiz qazdır. Rəngsiz idi. Havadan ağır olduğunu hardan bilirik? Havanın kütləsi 29 qramdır. Zeynəb. Bunun kütləsi isə karbon 12 qram, oksigende 16-dır da, yağında da 2 var, 32 qram. Yəni cəmi bu 44 qram eləyir. 44 də 29-dan böyük olduğuna görə havadan ağır götürürük və rəngsiz qazdır. Bu doğru fikirdir. Dem qazıdır. Bu səhvdə karbon qazı idi CO2. Bəli. Digər variantlarda var. Əhəng daşı parçalasından alınır. Bu doğrudur. Sonra Turşu idi. Bu da doğrudur. Əhəng suyunu bulandırırdı. Bu da doğrudur. doğrudur. Sonra Nainədən sonra Gülay oxuyacaq. Nainə 28-29 oxu. Tamam müəllim. 28-də D üzərinə gəlsin H2SO4, SO2, CO2 su alınırdı. Bəli, Deyir yenə ki, cavab X maddə aldım. yenə deməli neydi? Karbon qazı alınır. Bizdən də soruşur ki, X maddəsi üçün hansı ifadə doğrudur? Birinci deyir ki, turşularla reaksiyaya daxil olur. CO2 məsəl üçün Nainə səsin gəlmir. H-xlor turşusu Aha. ilə Bax, H2SO4 səncə? ilə reaksiyaya daxil olmur da. Olmur. Niyə? Çünki turşu oksidi Olmur. turşu ilə yola getməz. Yəni reaksiya daxil olmur. Bu səhv fikirdir. Turşu Hə. oksidləri turşu ilə Sonra getməz. deyir ki, Əsas xətti oksid əsasına quruluşludur. gedir. Aha. Qeyri-polimer molekul. Xətti quruluşludur. Bəli, xətti quruluşludur. Bəli, müəllim. Düzdür bu. Xətti quruluşludur, qeyri-polimer molekul. Və qeyri-polymer molekul olduğunu hardan Və bilirik? qeyri-polimer. Karbonun 4 dənə valent elektronu var. 4-ünü də eyni elementə qarşı istifadə etdiyinə görə bəli, qeyri-molekul. Yəni burada paxıllıq hissi yoxdur. Polyer paxıllıq deməkdir, yəni qeyri-paxıldır. Çünki 4 dənə valent elektronu var karbonun. Bayaq biz Zeynəblə yazdıq. 1s2, 2s2, 2p2. 4 dənə valent elektronunun 4-ünü də eyni elementə qarşı sərflədiyinə görə həqiqətən də qeyri-polyer molekuldur və xətti quruluşludur. İkinci ifadə doğrudur. Amma bizləri də oxu. Su qazının tərkibinə daxildir, deyil. Nə idi su qazı? Su qazı dəm qazı üstə gəlsin, hidrogen. Ay sağ ol. Sonra Sonra qarışqa turşusunun dehidlaşdırmasından alınır. Qarışqa turşusu HCOOH idi. Dehidlaşdırmasından alınmırdı. nə onları dehidratlaşdıranda?
Dəm qazı. Dəm qazı, bəli. Havadan yüngüldürmü? Bəli. Yox, bir dəqiqə CO2-dən gedir söhbət. Kütləsi 44-dür. Havanın kütləsindən çox. Böyük. Bəli. 29 da sən oxu. Almazı almaz qrafit sistemində dəyişməyən nədir? Kristal qəfəsinin quruluşu. Kristal Dəyişib qəfəsinin kristal quruluşu qəfəsini. Aha. forması mən məsəl üçün o deyə bilər ki, almaz tetraeder quruluşlu qrafit layihə heksonaldır deyə dəyişir. Bəli, Elə deyə bəli. bilərik. Bəli, quruluşu dəyişilib. Doğru. O doğru. Dəyişməyən nədir deyir bizə? Elektrik keçiriciliyi almaz keçirmir, qrafit keçirirdi. Aha. Bərklik var. Bərklik almaz bərkdir. Qrafikdə Ə, nisbətən gövhərlik var. Çünki laylıdır ona görə. Laylı Onu olduğunu da deyil. deyil. Hə. Kimyəvi tərkibi Ə, amoksidinin də nədir? Karbondur. Karbondur. Dəyişməyən kimyəvi tərkibdir. Yaxşı. Bəli. Sonra Gülay sən oxuyursan buradan 35 1 və 2. Oxu, baxmısan Desəm müəllim? suallara Gülay? Xeyr müəllim, siz onu atandan, yəni elə müəllim dərsimi gözləmişdi. Hə. Dərs var, dərs Hə, gecikdi deyə evdə baxa baxmaq bilməmişəm. açmamışdım onsuz da. Dedim bir yerdə işləyək. 33-ə bax, sabah Bəli. əsl ismi verəcəm. Hə, yaxşı bütün. Sizə mən bu həftə bütün dərsə salmaq istəyirəm. Başqa tarixiniz toxuşmasa, axırda danışarıq dərsin axırında. Hər gün qoşacam. Biraz istəyirəm ki, iyuna gedib çıxmayaq da. İyun biraz 15 gün falan dincəlmək istəyirəm. Ona görə tez-tez alacağam. Məktəbiniz qurtarana kimi bu da qurtarsın. Yəqin ki, hamınız 11 illik məktəbdə oxuyursunuz. Buraxılış imtahanı verməyəsiniz. Son zəng falan eləməzsiniz də 9 illikdən. Yoxsa 9 illikdə oxuyan varmı Xeyr məktəbdə? müəllim, Sən biz gedərik. 9 illikdəsən, Gülay? Yox, xeyr müəllim, 11 illikdir. Prosta 11. 11-lər söz əlində iştirak edərik də. Yox, onu demirəm. Məsələn, bizim məktəb 9 illikdir. 9-cu siniflər son zəng keçirəsiniz də. Başları qarışıq. Sizdə Nainəgildə də yəqin elə bir şey yoxdur. 11 illik olar məktəbləri. Ona görə 11 il. mayın axırına qədər çalışacağam. Hər gün axşam saatları qoşulaq. Nəyə görə? Bir dənə stilisium testlərinə baxılacaq mövzusu qurtarandan sonra. Qalan günlərimizdə sırf ancaq keçmiş dərslərimizdir. Kalsiumdur, əlavə yarım qrupdur, fosfordur. Yəni nələr keçmişik də, halogenlər falan bölmə verəcəm. Oxuyacaqsınız təkrar. Sual-cavab eləyəcəyik. Sual-cavab üstünlük verəcəm ki, əzbərimiz güclənsin. Yaxşı. Bizim hələ ki neçənci dərsimiz var? Səhv etmirəmsə hələ təzəliklərdəyik də, başlıqlardayıq. Xeyli vaxtımız olmalıdır. Bugün 3-cü dərs var. Hə, 3-cü dərsdir. Hardasa 4-cü dərs silisiumu danışarsınız, 5-ci dərs silisiumun təkrarı. Xeyli vaxtımız olacaq bütün bölmələri təkrar getməyə. Yəni nəzəriyyə cəhətdə təkrar edəcəyik. Aha, 33-cə bax. Ona görə deyirəm, yəni hər gün qoşularıq ki, test çox vaxtımız aparır, amma nəzəriyyə asandır. 1-2 saat üstündə işləsəz biləcəksiniz. Özü keçdikləriniz Bəli. hamısı. Günel müəllimin kitabından atdığım PDF-dən verəcəm təkrarı da. Dərsimizdən yox da, yəni. Hə, oxu görə yoxdur, Gülay. Deyir ki, uyğunluğu müəyyən eləyin. Almaz və qrafit üçün. Deyir ki, karbon atomları sp2 hibridləşmə halındadır. Bunu mən ikinci qrafitə gedirdi. sp2 bir hibridləşmə halında idi. Bəli. Sonra deyir ki, elektrik cərəyanını keçirmir. Almaz elektrik cərəyanını keçirmirdi. Bəli. Sonra bir zəif metal parıltısına malikdir. Bu almaza idi. Yox, Hə. almaz idi, qrafit idi. Qrafitdə metal parıltısı var. Bəli, bozuntuludur. Aha. Karbon atomları sp3 hibridləşmə halındadır. Bu bir dəqiqə sp3 onda almaz. Almaz. Karbon atomları sp hibridləşmə halındadır. Bunların heç birinə aid deyil. Bəli, heç birinə aid deyil. Birinci sual. Sonra bir də deyir ki, karbon dioksid hansı duzların suda məhlulu ilə reaksiyaya daxil olur? Bura mənim bir natrium CO3. Karbon dioksid nədir? CO2 yəni CO2. elə. Deyir CO2 nələrlə reaksiyaya daxil olur? Məsələn, natrium ki CO2-lə reaksiyaya girsə, birbaşa yox ha, suda məhlulunla reaksiyaya girə bilər. Karbon qazı isə gəl su kimi yazıram. Baxın, bilirsiniz də, karbon qazı su qarşı özünü karbonat turşusu kimi aparır. Və mən bu natrium ki CO2 normal duzuna karbonat turşusuna təsir eləsəm, bunda turşulaşma gedəcək və natrium HCO3
yaranacaq. Aydındır? Yəni ki, natrium CO2 biz nə sodası deyirdik? Nə sodası idi uşaqlar? Nə sodası? Sodası. Çay sodası deyil. Çay sodası natrium hidrokarbonat Natrium- idi. Natrium hidroid susuz sodaydı. Bəli, susuz soda. Susuz soda sanki yəni çay sodasına çevrilmiş olur bu reaksiya nəticəsində turşulaşır deyə. Yəni birinci reaksiya gedir, ikinci reaksiyada artıq bu maksimum Getmir. turşu halındadır. Bu nətər gedə bilər də, aydındır? Getmir, bəli. Bəli. Üçüncü gedir. Dördüncü də yetərincə turşu halındadır deyə getmir. Dördüncüyə də təsir eləyə bilmir də, ona görə getmir. Aha, Bəli. olacaq 1 və 3. B variantı. Bəli. İkini də mən oxuyuram. Aha, bəli. İkidə deyir ki, xlor, karbon monoksid və oksigen qazları üçün hansı ifadə doğrudur? Aha. Suda yaxşı həll olurlar. Bunlar suda yaxşı həll olmurdular axı. Dəqiqə. Bilirsən nə fikirləşirəm Gülay? Bir dənə 3 ilə 4-ə təzədən bax ha. Bizim qaydamız necə idi? Silisium O2, siz polisdə, Nəyi cavabladınız? polisin S-sı, hə, polisdə nəyi, məsələn, NK5 falan nə istəyən yazaq. Cavabladınızsa CO2. İndi bizim qaydamız belə idi ki, qabaqda olan elə sonrakını çıxara bilirdi. Sonrakini çıxara bilirdi. İndi bizim CO2'miz buna təsir eləyə bilərmi? 1-4 cavabı var, yoxdur. Bir dənə qoy. Mən silisium hidroksidə təsir eləyə bilir də. Hər əvvəlki sonrakını çıxarda bilirdi də. Aktivlik sırasına görə. CO2 sonra CO2 onu gəlib qurdalayır. CO2 də pozitivdir axı. Cavab da yoxdur amma 1-4 Yox, cavab. müəllim, biz demişdik ki, oksidlərdə hər əvvəlki oksid özündən sonrakı oksidi sıxışdırıb çıxara bilir. Burada da ən aktiv silisium O2-dir, ən pasiv isə CO2-dir. Orası Silisium O2 də elədir. CO2-ni çıxara bilir də. Əgər belə olsaydı, natrium ki CO3 üzərinə gəlinsin. Silisium O2 olsaydı sən deyən idi. Axı bu zaten silisium O2 öz duzunda oturub, onu tərk etməyə gəlir CO2. Bildin nə demək istəyirəm? Həmişə hücuma keçən tərəf. Rəşad gəldinmi? Hə. Yəni onu fikirləşirəm. Görüm cavab kartında bunu nə götürmüşlər. Bir dəqiqə gözləyin. Çünki 1-4 cavabı yoxdur. Bir dəqiqə mən bunu araşdırım. Siz o biri suala baxın, qayda arxına, yaxşı? Sən o biri sualı fikirləş ki, mən bir daha bunu araşdırım tez, yadımdan çıxmasın. İfadə doğrudur. Suda yaxşı həll olur. Başqalar idi. Hə, sənə indi sizə belə bir izah verim uşaqlar. Sən buranı silək. Əslində bizim dediklərimizin hamısı doğrudur. Burada bir məsələ var. O fikrimizdən çıxdı ki, bax CO2-nin ilə birbaşa təsirdir ha, suda məhlulu ilə təsirdir. Əgər bizim bayaqki kimi götürsəydik, Gülay natrium silisium O3 üzərinə gəl CO2 yazsaydım, normalda yəni gücü çatmaz da bu reaksiyanı getmək. Nəyə görə? Bizim qaydamız necə idi? Bax o siz polisdə də belədir də, polisdə P2O5 daha qüvvətlidir. hə, yəni qabaqda olan ən axıra CO2-nin biri yazaq. Yəni silisium O2 hücuma keçən tərəf olsaydı, evindən tərk etməyə istəsəydi natrium CO2 deyərdik çıxarar. Amma tərsinə gücü çatmazdı. Bu reaksiya getməzdi. Amma Gülay, natrium silisium O3-ün buna CO2-nin suda məhluluna təsir edən də sulu məhlul, yəni karbonat turşusu kimi nəzərdə tuta bilərik də. Artıq karbonat turşusu bilirsiniz ki, turşuların ən zəifi silikat turşusudur da. Karbonat turşusu gəlir buna təsir eləyə bilər. Karbonat turşusu nədir? H2CO3. Karbon qazından suya karbonat turşusu deyilir axı qarışığına. Silikat turşusu H2CO3 ən axırda durandır. Karbonat turşusu silikat turşusunu da çıxara bilər. Ona görə götürə bilərik bu reaksiyanı. Ancaq bunu natrium ki SO4-ün üzərinə CO2 gəlsəm, yəni suda məhlulla təsir eləsəm,
və digər uşaqlar bu karbonat turşusuna çevrilir H2CO3 gözü ilə baxaraq və H2CO3 sulfat turşusuna təsir eləyə bilmir. Ona görə cavabı 1, 3 götürüblər. Cavab kartdan da baxdım. Yəni bayaq görsən natrium karbonata da izah verəndə dedim mütləq sudan gedir söhbət. Yəni suda məhlulu gözümüzdən qaçırmayaq. Yaxşı? Ona görə cavabı 1 ilə 3 götürüblər. Bildikmi? Yəni söhbət birbaşa CO2-dən deyil, CO2-nin su ilə qarşı söhbət karbonat turşusundan gedir. Ona görə doğru cavabımız 1 ilə 3 olacaq. Aydın oldu? Bəli. Hı -hı. İndi ikinci suala baxaq. Hə, Gülayşdan 2 oxu. müəllimə B variantıdır. Xlor, Deyir karbon ki, Aha. xlor, karbon monoksid və oksigen qazları üçün hansı ifadə doğrudur? Suda yaxşı hal olur, suda yaxşı hal olmurdu. Aha. Sonra müəyyən şəraitdə hidrogenlə reaksiya daxil olurlar. Bəli, xlorla hidrogen reaksiyasına H-xlor, karbon monoksidlə reaksiya hətta orada CH4 katalizatorda iştirak eləyirdi də, CH4 üzərindən gəzmə Aha. H2O alınırdı. Oksigenlə reaksiyasına isə H2O, bildiyimiz populyar reaksiya H2O Bəli, alınırdı. hər sizə Qələbələrlə reaksiya daxil olurlar. Bu bilmirəm dəqiq. qələbələrlə reaksiya daxil olmağa bax. Məsələn, xlorla tutalım deyək, nə deyək, natrium OH reaksiya. Məsələn, natrium OH reaksiyasında iki cür reaksiya keçirdik. Bir var isti şərait, temperatur, bir də var adi şərait var idi. Məsələn, buradan alınırdı natrium xlor. İndi təkrarda baxacaqsınız bunlara bir də. Natrium xlor O, yəni hipoxlorit və su çıxırdı. Amma dərəcə olanda deyirik natrium xlor O3 və su çıxırdı. Və deyirik adi şəraitdə olarsa Javel suyu deyirdik buna. Xlorlu su demirdikmi? Qızırılsa yuxarı temperaturda Javel suyu olmurdu. Dərslikdə də altını xərc etmişdik. İndi təkrarda bir dəfə də keçəcəyik bunları möhkəmləndirmək üçün. Yəni qələbələrlə reaksiya daxil olsa da, amma oksigen natrium OH-la reaksiya daxil olmur. Aydındır? Bəli. CO da daxil ola bilər ha. CO üzərinə gələn natrium OH belə bir reaksiya var idi ki, normalda duz əmələ gətirməyən oksidlər əsaslarla reaksiya girmir. Bu reaksiyanı gedirdi. Hə, bu gedirdi. Nə dedin sən? Bəli. HCOO. HCOO natrium. Formiat duzudur. Natrium metalının formiat duzu əmələ gəlir. Yəni doğru variant B olacaq. Bəli. Aha, sonra Rəşad oxuyacaq indi. Rəşad bu cədvəli oxuyursan bir də 3-dən 4-cü sualları. Rəşad istəyən? Rəşad oxumadığına görə Zeynəbə qaydırıq. Zeynəb eşidirsən? Mən. Hə, eşidirsən Rəşad oxu. Maddələrimiz verilib, X, Y, Z. Karbonla reaksiyasının tipi verilib. Birləşmə, əvəz etmə. İndi bax, karbonla reaksiyası deyir Rəşad. Bəli. Biz deyə bilərik ki, florla karbon reaksiya gələndə nə yaradır? Flor karbon. C flor 4. Elə? Bəli. Məsələn, Y-dəki suyu yoxlasın. Su ilə birləşmə olur da. Aha, birləşmə olur. Su ilə karbon reaksiya gedikdə CO alınırdı. CO və HCl. Bəli. Buna nə qazı deyirik uşaqlar? Su qazı. Su qazı, bəli. Məsələn, kuprum O var. Kuprum O-nun karbon reaksiyasından da kuprum üstə gəlsin CO. Deməli, həqiqətən də təsadüfən yazdıq, amma düz çıxdı. Birinci birləşmə, ikinci əvəz etmə, üçüncü də əvəz etmə olur. Görsən, bir bəsit, bir mürəkkəb maddə. Mürəkkəb və bəsit maddə arasında gedən reaksiyaları əvəz etmə deyilir axı. Ona görə də variantımız hansı olacaq? Burada deneməlim. A variantı. A variantı olacaq, bəli. Üçüncü suala bax. Bəli. Hansı halda verilmiş maddələrin qarşılıqlı təsirindən natrium karbonat almaq olmaz deyir. Bax, məsələn, belə bir qayda keçmişdi. Bayaq yoldaşımız Gülayla dedi ki, müəllim, dəm qazı natrium OH ilə reaksiya girəndə
Buradan belə bir üzvü kimyada keçiriləcək bir maddə alınır. HCOO natrium. Alınan maddə bu olur. Amma digər hamısı, məsələn, D variantının reaksiyasından natrium 2CO3 yaranacaq. Y variantında da eyni şəkildə natrium 2CO3 yaranacaq. C variantında da natrium 2CO3 alınacaq. Hamısında alınır, Rəşad. Amma B variantında bax, yazdığı maddə alınır. HCOO natrium. Ona görə hansı variant olacaq? Burada B variantı olur da. B variantı yadından çıxmaz. Natrium OH CO Hemen. reaksiyasından karbonat turşusunun duzu alınır. Qarışqa Bir də mən turşusunun bunu duzu. Qeyd elə. Orada dərslikdə karbon monoksid haqqında məlumatların təsirində verilib bu qayda. Aydındır? Bəli. Aha, 4-ə də bax. Baxıram mən. Hansı halda verilmiş maddələrin qarşılıqlı təsirindən natrium karbonat almaq olmaz deyir. Alınmırsa, Bax, məsələn, A variantına baxsaq uşaqlar. burada B variantı ola bilər müəllim. Bax, bir dəqiqə. Niyə? B variantında alınır da. Çünki əsas oksid, turşu oksidlə reaksiya girir, duz yaradır. Buradan alacaq natrium Bəli. 2CO3. Hamısının əslində alınacaq rəşə. Məsələn, bu nə variantıdır görünmür. C variantı. C variantında kosmosda oksigen almaq üçün istifadə edirlər. Oksigen çıxır Bəli. və natrium 2CO3 alınır. Məsələn, A variantında bunun içində turşuluğu var. Əsas gəlir onun turşuluğunu öldürür. Yenə natrium 2CO3-ə çevrilir. Y variantında da eyni şəkildə bax bu natrium O ilə buradakı COO bunlar birləşib natrium 2CO3-ə çevrilir və CH3NH CH4-ə çevrilir. Yəni hamısında B alınır. variantı olur da. D variantında niyə olmur? Çünki reaksiyaya duzlar girəndə Rəşad, qayda var ki, götürülən duzlar suda həll olunmalıdır. Amma bu suda həll olmayan çöküntüdür. Sən Bəli, mən- təbaşirin üzərinə, təbaşir tozunun üzərinə xörək duzunu gətirib töksən, natrium xlorda xörək duzu da axı. Reaksiya daxil gedərmi? olmur. Bəli, getməz. Evet. Çünki təbaşirin özü çöküntüdür. Aydındır. Təşəkkürlər Bəli. Rəşad. Sonra Zeynəb açıqda səsin, hə. Zeynəb oxuyasan 5-dən 9-a hamısını. Laboratoriyada karbon 2 oksid almaq üçün hansı reaksiyadan istifadə olunur? Karbon dioksidlə CO. CO2. CO2 deyil. Onda bax karbon 4 valentli olardı, karbon 4 oksid olardı. Karbon 2 oksid valentli 2 olandır. Yəni ayaqları 1-1. İndi hansıdır? C A ondan. variantı mənim doğrudur. Elə A variantıdır da. Çünki o birisilər sənayedə alınmaz istiyordu, amma A variantı laboratoriyada alınmaz. Sən də şərtdə nə istəyir? Laboratoriyanı istəyir. Laboratoriyada. Bəli, 6-cı suala bax. Hansı maddə həm generator qazının, həm də su qazı tərkibinə daxildir? CO. Tamamilə doğrudur. Sonra 7-ci suala bax. Hansı maddə həm quruldacı qazın, həm də su qazının tərkibinə daxildir? Mən quruldacı qazı nədir ki? Guruldayıcı qaz dəm qazının azotun qarışığıdır. CO üzərinə gəl azot. O dəfə danışırdıq ha. Adı gəlir CO-nun İçində də azot var da. N2-dir. Su qazı Hemen isə gəlir. CO ilə H2-dir. C olur burada da. Ay sağ ol. Hansı maddə həm guruldayıcı qaz. Bayaq bir dəqiqə generator qazla qarışdırdım. Yenə üzülürsən. Bax bu generatordur. İşləmisiniz ki, uşaqlar yerdən. Müəllim neçə dərsdən çıxıb gəlmişəm məkdə. Ola bilər ki, fikrimdən çıxardı. Düzəldin zəifim olanda. Bu generator qazıdır. Yaxşı, Zeynəb, generator. Bu altda Bəli. yazdığım su qazı və ya da sintez qazdır. Su və ya sintez qaz. Bir də var guruldayıcı qaz. Guruldayıcı qaz 2H2 ilə 1O2-dir. Yaxşı qarışıqdır. H2 ilə O2 qarışığıdır. İndi həm guruldayıcı, H2 olur A variantı. bəli, həm də su qazının içində olan H2 olacaq. Yaxşı? Bəli. 8-də metan və karbondioksid qarışığından karbondioksidi könləşdirmək üçün hansı maddədə istifadə etmək məqsədə uyğundur? Karbondioksid nə dedin? Nəsə
CO2-nin CH4-ün reaksiyası. Bax, metan CH4-dür, CO2 də karbon qazıdır da. Buradan sən deyir Bəli. CO2-ni uzaqlaşdırmaq istəyirsən ki, orada sadəcə metan qalsın. Oradan nə keçirərsən ki, CO2 çıxsın arada? Kalsium OH. Niyə? Bizim dərsimizdə yazmışdı ki, CO2 kalsium OH-dan təyin olunur və bulantı əmələ gətirir. Yadına gəlir? Bulantı əmələ Bəli. gətirir. Ağ bulantı deyil, əmələ gətirir. Karbon qazını Bəli. əhəng suyundan keçirdikdə məhlul bulanıqlaşır. Bax, o reaksiyadır. Yəni sən kalsium OH-dan istifadə eləsən, CO2-ni oradan çıxara bilərsən. Çünki artıq o CO2 olacaq kalsium CO3. Söküntü yaradacaq. Aydındır? Bəli. 9-u da oxu. Yəni variant B olmalıdır. Hansı reaksiyaya getmirdir? Natrium OH üzərinə GCO, Bu cürdə. HCOO. Bayaq var idi. Natrium anadı doğrudur. Bəli. Sonra mis O üzərinə gəlsin CO. Buyur. Misi çıxardır. Biz nə dedik? Dəm qazı dedik. Oksitlərdən metalları ala bilirdik. Bəli, CO2. Məsələn, C variantı da doğrudur. Dəm qazından CO2 almaq olar. D variantı doğrudurmu? D variantı səhv deməli. Niyə səhv oldu? Mənim doğru CO aşkı təsirindən alınır HCO. Gülay, sən suallara baxmamışdın, hə? Və sonra burada hansı reaksiya olmaz? Hansı reaksiya getməz? Bəli. Mənim D variantı olur da. Qoy bir dəqiqə Gülayın da fikrini soruşum. Bir dəqiqə. A variantı düzdür. Bayaqlar dediyimiz reaksiyadır. B variantı düzdür. C da düzdür. D D də düzdür qalsın. burada. E də düzdür, mənim D variantıdır. Çünki CO-nun H2 ilə reaksiyasından bir dəqiqə H yox, H2-odur. CO-nun H2O ilə reaksiyasından nə alınırdı ki? Nə alınırdı? Məsələ odur, Dəqiqə. nə alınırdı? Burada başqa kim var dərsdə? Nanəgil. Nanə nə alınır? Yəni burada CO və H2 alınmırdı. O Nə? hansısa qazın tərkibi idi. Yanacağın qazlaşdırılması reaksiyası var idi. CO üstə gəlsin H2. Bir dəqiqə gözləyin. Qoy açaq PDF-i sizə göz yaddaşına yadda saxladım deyə. Mənim o parçalanmış